Hörmətli görevliler, hələ icazə verilsin hər zaman. Şəxsən öz adımdan, burada iştirak edən mağdur olanları, xidmət təşkilatlarının rəhbərlərini salamlayın və bugünkü görüşümüzdə uğurlar. Görüşlərimiz başqa kəndlərə nisbətən daha tez olur. Təşkil görevli yox, görevli əhatə elədiyi kəndlərdə müvafiqində biz Çökək kəndində olmuşuq. Çökək kəndində olanlarda da o görevli Allah yoldaşların iştirakı kəndi olunmuşdur. Mənim o seçkilərlə siz xeyli iş görmüşsünüz. Mən o seçkilərə qarşı biraz mübarizə aparmaq üçün bizim kəndin bir Daşıncalı deyən yer var. Hər su gələndə o torpaqlar bizim oradan su aparır. Bütün su gelir o torpaqlara. Oradan çox su gedir oraya. O imkan varsa onu neyləmək lazım, bir tərzinə görmək lazım. Deməli, bizim kəndlərimiz şəhərə ən yaxın olan kəndlərdir. Göyəm, Kökək, Sumaylı. Əsas da bu Göyəmdən aşağı bizim Dardoqqaz kəndində asfalt artıq xarab olur. Bu da bir yağışların nəticəsidir. İndi ümidvarıq ki, bunları da bir nəzərə alıb onların həllini tapaq.